Hər birinizi Fikirnamə ekranlarında xoş gördük dəyərli izləyicilər. Bugün qonağımız Nazim bəy bizimlə birlikdədir və onunla tənqid mövzusu haqqında danışacağıq. Xoş gəlmisiniz Nazim müəllim. Çox sağ olun, xoş gördük. Dəvətiniz üçün də çox təşəkkür edirəm. Necəsiniz Nazim müəllim? Çox sağ olun, Allah razı olsun. Biz Sağ olun. təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz və vaxtınızı bizim üçün ayırdınız. Demək, az əvvəl qeyd etdiyim kimi də yenə mövzumuz tənqid mövzusu olacaq. İnanıram ki, bizim üçün faydalı bir video olacaq izləyicilərimiz üçün də. Demək, ilk olaraq bundan başlamaq istəyirəm ki, Nazim müəllim, tənqid həyatımızın önəmli bir parçasıdır və xətalarımızı görmək üçün, özümüzü həyatda daha yaxşı etmək üçün tənqidə ehtiyacımız var. Amma ilk öncə tənqidin nə olduğunu açıqlasaz bizə çox sevinirik. Əvvəla mən də çox təşəkkür edirəm. Həm dəvətiniz üçün, həm belə bir maraqlı mövzunun təşkili üçün təşəkkür edirəm. Çox maraqlı bir sualdır, mövzudur bu. Bu tənqid məsələsi biz belə götürsək ki, tənqid nədir? Bizim həyatımızda nə kimi yeri var? Belə ikimiz arasında tənqid nədir? Yəni ümumiyyətlə sosial həyatda nə kimi yeri var? Ondan sonra da ki, düşüncə tarixində ya da fəlsəfi tarixində tənqidlə bağlı nə kimi məsələlər var? Yəni tənqidin ümumiyyətlə olmaması, yəni həyatda, sosial cəmiyyətdə, elmi mühitdə tənqidin olmaması ilə olması arasında nə kimi fərqlər var və bunun nəticələri nə olur? Yəni bu dünya tarixindən də misallar vermək olar, Avropa tarixində, Şərq və İslam tarixində misal üçün tənqidi düşüncənin faydalarını insanlar, cəmiyyətlər harda görüblər? Ya da tənqidi düşüncədən yoxsun olan dövrlərdə insanlar nələrlə üzləşiblər? Yəni bunun acısını hansı formada çəkiblər? Tənqidi düşüncəsizlikdən misal versək. Və bir məsələ var ki, bu dediyimiz müsbət tənqiddir. Yəni insanları, cəmiyyətləri inkişafa aparan tənqid var ki, belə bir tənqid növü sahəsi var. Bu insanları faydaya aparır. Amma eyni zamanda da yeri gələndə insanları, şəxsləri, fərdləri, sosial həyatı, elmi mühiti də belə desək bezar edən, ondan sonra insanın əlindəki şövkü alan, insandakı bu həyat eşqini alıb götürən tənqidlər də var ki, biz buna mənfi tənqidlər deyirik. Yəni bu ikisi arasında insanların seçim etməsi lazım ya da ki, hansı tənqidin mənfi və ya hansı tənqidin müsbət olduğunu ayırd etməmiz gərəkli olan bir məsələdir. Eyni zamanda da bu tənqidlə bağlı hər zaman belə misallar olur ki, hər hansı bir tənqid mövzusudur. Biz deyirik ki, bu uzaqda bir mövzudur, bir balaca bir məsələdir, ona görə biz toxunaq gələk. Yəni vəssalam, yəni elə orada qalacaq yəni. Amma sən o işin içinə girdiyin zaman, sanki uzaqdakı nöqtənin içində sən nöqtə olursan, uzaqdakı nöqtə bir aləm olur. Yəni belə bir məsələ, çünki tənqidə misal üçün buna belə bir misal vermək istəyirəm. Deyir ki, Şəmsəddin İtaki deyə bir Şirvanlı Azərbaycan coğrafiyasından Türkiyəyə getmiş bir cərrah alim var, Osmanlı dövründən söhbət gedir. Bu Təşrih Əbudan deyə bir əsər yazıblar. Şəkilli anatomiya kitabı Osmanlı dövründə son dövrdə ilk dəfə yazılan belə bir kitabdır. Bu kitabdan bağlı məlumatlar əldə etmişdim, oxumuşdum və s. Ondan sonra bu Osmanlıdan sonra Türkiyə cəmiyyətinin, müasir Türkiyə tibb tarixində bu Şəmsəddin İtaki hörmət olaraq, çünki o Osmanlıda müəyyən bir məqamlarda çalışmış bir insandır Şəmsəddin İtaki və Azərbaycanlıdır eyni zamanda. Özünün Azərbaycanlı olduğunu vurğulayır. O təhsilini burada alıb, Şirvanda alıb Osmanlıya gedib. Belə bir insandır. Və hal-hazırda Türk tibb tarixi, Şəmsəddin İtakinin onların da tarixinin bir yeri olduğuna görə tibbdə bir şey var, düşmə şkalası var. Xəstələrin müalicə prosesində yer almış bir xəstə varsa, o xəstənin yıxılma vəziyyətləri var. Yıxılma vəziyyətlərinin şkalası var. Hətta Türkiyədə buna İtaki düşmə ölçəyi deyilir. Belə bir məsələ var. Yəni nədir? İtaki düşmə ölçəyi, İtaki adını həmin şeydə yaşatmağa çalışırlar. Türk tibb tarixçiləri deyək də belə. Türk təbibləri də deyə bilərik buna. Mən ilk dəfə buna baxdım, dedim ki, nə gərəksiz bir məsələdir ki, yəni belə bir alim, belə maraqlı bir alimi nə belə çox da lüzumsuz, çox köşədə qalmış bir məsələdə yad edib xatırlayırlar. Sanki belə çox balaca bir küçəyə ad vermiş kimi belə bir şey misal. Amma alim böyük insandır. Sonra o düşmə ölçəyi, yəni yıxılma şkalası deyək də, yıxılma dərəcələri
xəstələrin yıxılma dərəcələri və həyatındakı risk səviyyələri ilə bağlı belə bir məsələdir. Həyatın içində baxdığımız zaman əslində o yıxılma ölçəyidir də belə. Yıxılma şkalası hər birimizin həyatında baş verə biləcək bir məsələdir. Sonra bu yıxılma şkalasını da biraz maraqlanmağa çalışdım. Sonra gördüm ki, məyərsə şəxsən öz yaxınlarımdan belə həyatını itirənlər içərisində xəstə olub yıxılanlar var. Xəstəlik aldı, yıxılma dərəcəsi baxdım ki, o şkalasının birisində o yaxınımda var yəni. Əslində mənə çox yaxın bir məsələdir yəni. Və də ki, sənə çox yaxındır, başqasına çox yaxın bir məsələdir. Bu yıxılma dərəcəsi. Yıxılma dərəcəsi və hansı yıxılma dərəcələri var? Xəstələrin yıxılma dərəcəsi. Yəni uzaqda bir mövzu kimi görsənir, amma içinə girdikcə sən onun içində özünə yer edirsən ki, onun əslində həyatının tərkib hissəsi olduğunu görürsən. Bunu tənqidə gətirmək istəyirəm məsələni, çox uzatmadan məsələni. Tənqidə həmən gələk, qayıdaq tənqidə. Yəni tənqid də bunun kimidir. Yəni biz uzaqda bir məsələ kimi görə bilərik ki, tənqid xəstəliyinə tutulmuş insanlara baxaraq tənqidin bundan ibarət olduğunu anlaya bilərik. Belə bir məsələ də var ki, və hətta var. Adam tənqidçidir. Misal üçün belə deyək də, hal-hazırda Azərbaycan jurnalistikasının tarixinə baxsaq, satirik üslub çox məşhur üslubdur. Əkinci jurnalı satirik üslubda yazılır. Misal üçün yumor var, ironiya var misal üçün. Bunlar tənqidə yaxın məsələlərdir. Bu jurnalistikada satirik üslub verdiksən, satirada da bir tənqid var. Sən satirik üslubda kimsə tənqid edirsən, amma qarşı tərəf bundan incimir yəni. Onun belə bir çaları var ki, sən satirik üslubdakının belirsən, qarşı tərəfi təhqirə keçmir, qarşı tərəfin qeybətini keçmir və qarşı tərəf o tənqiddən incimir yəni. Belə bir üslublar var. Tənqidlə bağlı belə bir məqamlar var eyni zamanda. Bu tənqidlə bağlı bu kimi məsələlər var, amma bu var, həyatını tənqidə adayanlar var. Məsələn, satirik üslubda bir dəstixət var. O dəstixət Azərbaycan jurnalistika tarixində özünə məxsus bir yeri var. Amma bu dəstixətsiz tənqid xəstəliyi var yəni. Belə bir məsələ də var. Sanki biz eyni zamanda bu tənqidi bir maşına bənzədə bilərik. Misal üçün nədir? Sən maşınla hara gedə bilərik yəni? Evimizə, gəzməyə, misal üçün hər hansı bir yerə. Amma Allah qorusun biz insan maşınla da insanlar cinayət törətməyə gedirlər də misal üçün də. Və cinayət törədənlər də deyirlər ki, falan maşınla gəlmişlər. Əslində o maşın cinayət işinə yaramış oldu. Yəni onların o yola apardı. Əslində tənqid də bunun kimidir yəni. Tənqiddə yaralama da ola bilər. Yəni mənəvi yaralamadan söhbət gedir, sözlə yaralamadan söhbət gedir. Və bir insan o qarşı tərəfdəkinin məziyyətlərini nəzərə almırsa və özü insafən məsələyə yaxınlaşmırsa və işi sadəcə yəni tənqid edir. Sanki tənqiddə bir yıxma var yəni. Yıxma deyəndə var olan bir şeyi söküb atma var, yaralama var, misal üçün da. Sən onun yerinə başqa nəsə qoya bilmirsən, qoyma şansın yoxdur, elə bir səlahiyyətin yoxdur. Ümumiyyətlə o məqamda da deyilsən və o məqamda olsan görəsən sən necə o işi görəcəksən, o başqa məsələ misal üçün. Və belə bir tənqid üslubuna o tənqid xəstəliyi deyilir. Yəni bu insafsızca yaxınlaşır. Bir kere o işin əhli deyil. Misal üçün adam nəyisə tənqid edir, misal üçün da. Baxsan o tənqid etdiyi məsələ ilə bağlı sual soruşsa, ümumiyyətlə o sualla bağlı bir şey bilməyəcək. Və digər hər hansı bir müəllimi misal götürək də, hər hansı bir müəllimi kimsə tənqid edir. Valideyn mi tənqid edir, başqa birisi tənqid edir. Halbuki tənqid ediləcək məsələ deyil yəni o. Yeri gələndə misal üçün. Elə ki, tənqid edirsənsə, amma sənin üslubunda bir xəta var. Bu kimi məqamlar var ki, əslində ya da ki, biz tənqidi yeri gələndə şeyi də bənzətmək olar, bir aləti də bənzədə bilərik. Misal üçün var, əgər misal icazə nəzdində belə bir misal vermək istəyirəm. Deyək ki, var, Zəhravi deyə bir tibb cərrah var, misal üçün onun da bir tasrif deyə bir əsəri var. Hal-hazırda deyilənə görə Avropa alimlərinin əlinə 200-ə yaxın tibbi alət verib və harada istifadə etdiyini də göstərib. Və eyni zamanda da o alətlərin hansı materiallardan istifadə edilərək düzəldilməsi gərəkdiyini də söyləyib. Çünki o bədəni yaran alətlərdə 200 dənə alət, bu alət bunun üçündür, bu alət bunun üçündür, bu aləti filan materialdan hazırlamasan deyə hamısını verib və o alətlərin özü də cərrahi əməliyyatlar aparıb.
Və bu gün də o alətlərin əksəriyyəti eyni ölçülərdə istifadə olunur. Peki bu tənqid dediyimiz zaman tənqidi o alətlərə bənzətsək də, tənqid həkimin əlindəki bir nəştər bıçağıdır. Bir nəştər deyə bilərikmi tənqid üçün? Elə bir tənqid var ki, elə bir haqpərəst bir tənqid ortaya qoya bilərik ki, o haqpərəst tənqidə insanlar onun altında sanki həkimin nəştərində altında insanlar yatırırlar ki, məni kəs deyir də misal üçün. Məndəki o acını çıxar deyə yatırlar deyək da. Amma o səni kəsəcək yəni, səndən qan axacaq misal üçün də. Amma sən razısan, mən ona razıyam yəni. Hətta həkimə çox sağ ol deyirik, həkimə hörmət edirik yəni. Hörmətlə yanaşırıq həkimin elminə, şəxsiyyətinə ki, o bizi yardı da, o bizi qan axdı, bizi müalicə etdi deyə. Əslində tənqid yeri gəldikdə haqpərəst bir tənqiddən danışırıqsa, hər hansı sahədə, həyatın hər hansı bir sahəsindəki əslində tənqid odur yəni. Və hər kəsin həkimə ehtiyacı olduğu kimi də əslində bizim də o formadakı tənqidlərə ehtiyacımız var. Amma qaldı ki, o nəştər bıçağındakı başqa bir nəştərə kəsici alət adlandırsaq, hər hansı bir caninin əlində də bir bıçaq var da, o da insanları Allah qorusun yaralaya bilər, öldürə bilər, cinayət törədə bilər də. Yəni hansılara əlbəttə daha çoxdur yəni. Misal üçün də, baxsana ki, hər ikisində də kəsici alət var da. Əslində tənqid yeri gələndə kəsici alətdir yəni. Biz tənqidi bir kəsici alətə bənzədə bilərik yəni. Amma o kimin əlindəki kəsici alət? Həkimin əlindəkimi, cinayətin əlindəkimi, ya da ki, adam qarpız kəsir misal üçün də, o qarpız kəsmək üçün istifadə edir. Başqa bir şeydə onu, o qarpız kəsən adamı, bostançını əlindəki bıçaqla bərabər aparıb bunu əməliyyat edir deyə bilməzsən yəni. Ya da ki, o cərrah bıçağını əlinə ver, gəl bunu əməliyyat edir, o oranın adamı deyil misal üçün də. Əslində tənqidin də adamı olmaq lazımdır. Tənqiddə də nəyi tənqid edilməsi gərəkdiyini bilmək lazım. Əslində bir insan hər sahəni tənqid edə bilməz. Əslində sən o sahənin söz sahibi olmalısan, o sahənin adamı olmalısan ki, sən o sahədə tənqid, o sahənin hansısa xətalarını görəsən və tənqid edə biləsən yəni. Amma görmək də əhəmiyyətlidir yeri gəlir tənqidlə bağlı. Nazim bəy, həqiqətən də maraqlı məqamlara toxundunuz və bayaq tənqidin həmişə müsbət yöndə olmadığını dediniz, müsbət və mənfi olduğunu dediniz. Düzdür desək, yapıcı və yıxıcı eleştiri. Bəs bu tənqidin müsbət və mənfi olmasının bizim həyatımıza necə təsirləri olur? Rəvan, bu tənqidin müsbət və mənfi olması əslində tənqidin öz-özlüyündəki müsbətlik və mənfilik deyil. Əslində buradakı müsbətlik, mənfilik insandan qaynaqlanan müsbətlikdir ya da ki, insandan qaynaqlanan mənfilikdir. Əslində belə bir metodla biz insanı ortadan qaldırsaq, tənqid deyə bir şey də olmayacaq yəni. Biz insanı ortaya qoyduğumuz zaman o zaman tənqid də bərabərində gəlir. Yəni əslində problemin əslində mənfi tənqid əgər problemdirsə, problem yaradırsa, mənfi tənqidin də mənfi nəticələri ortaya çıxırsa, yəni bu öz-özlüyündə tənqidin deyil də, bu insanın mənfiliyinin o tənqid qatarına mindirilmiş formasıdır yəni. Biz belə anlamaq olar. Ya da ki, o nəştər bıçağındakı misal kimi yəni. O tənqid kimin əlindədir yəni? Kimin əlində olduğu zaman o, əgər mənfi bir insanın əlindədirsə, o tənqid də mənfi olur. Müsbətin əlindədirsə, müsbət tənqid olmuş olur. Belə bir vurğulamaq, belə bir giriş etmək olar bu mənfi müsbət məsələsində. Ki qaldı, bu insanın niyyəti ilə bağlı məsələdir. Deyək ki, bir insan tənqid etdiyini düşünür, amma onunki təhqirdir, yəni tənqid deyil yəni. Ya da kimsə bir insan yenə tənqid edir özünə görə, amma o qeybət edir yəni. Ya da ki, aşağılayır qarşılığındakı insanı. Əslində bu belə bir incə keçidlər var. Tənqidlə təhqir arasında, tənqidlə qeybət arasındakı bu məqamların gözlənməsi gərəkir. Əgər mənfi tənqidlə bağlı, əgər biz yeri gələndə tənqidi pisləsək, pisləyə bilərikmi? Hə, bəli, pisləyə bilərik ki, bu olacaq mənfi tənqidin pislənməsi olacaq yəni. Amma müsbət tənqidlə bağlı kitablar dolusu məlumatlar var. Yəni müsbət tənqidlə bağlı hətta biz belə desək, mənəviyyatımızın qaynaqlarından hədis elmi var misal üçün. O hədis elminin formalaşmasını tənqiddən bağımsız düşünə bilmərik yəni. Çünki orada hər birdəki ravilərin tənqidindən söhbət gedir. Misal üçün, hətta biz belə götürəndə İbn Xaldunun tarix nəzəriyyəsi var. Biz İbn Xaldunun tarix nəzəriyyəsindən, tarixə baxışından tənqidi çıxardığımız zaman
tarix nəzəriyyəsi deyə bir şey qalmır yəni. Çünki orada tənqid var, sorğulama var, həyatın özündəki bir sorğulama var. Sanki tarixi sorğulamadan keçirir İbn Xaldun və ondan sonra o İbn Xaldun əslində yeni bir tarix fəlsəfəsi ortaya çıxarmış olur yəni. Məsələn, belə tarixin fəlsəfəsi, tarix fəlsəfəsi var. Tarixin fəlsəfəsi var, tarix fəlsəfəsi var yəni. Bu misal üçün sorğulayır tarixi. Misal üçün elə rəvayət, elə məlumatlar var ki, hətta o tarixçiləri belə tarixçiləri belə tənqid edir yəni. Tarixçilərin durduğu, dayandığı mövqeləri tənqid edir. O nə üçün bunlar var? Həqiqəti əldə etmək üçün, həqiqi bilgini tapmaq üçün, həqiqi bilgiyə çatmaq üçün bunları edir yəni. Bizim də əksində tənqidimiz varsa, tənqidçi mövqeyindən çıxış etdiyimiz məqamlar olacaqsa, bu da həqiqəti əldə etmək üçün olması gərəkən tənqidlərdir. Misal üçün İbn Xaldun da belə bir misal verir orada. Deyir ki, tarixçi məlumat verir, ötürür yəni, məlumatı bizə ötürüb yəni. Biz onu alaq mı, almayaq mı? Deyir, misal üçün, falan orada 100 min nəfərlə savaşa girdi də. Deyir, qardaş, o ordunun çıxdığı şəhərin 100 min əhalisi yoxdur yəni. Məntiqə vurur, o məlumatı məntiqə vurur, öz ağlına vurur, kritik edir yəni, analitik bir düşüncədən keçirir onu. Həqiqət o süzgəcdən, həqiqət tapmaq, o süzgəcdən keçirib, baxsan ortada çox az məlumat qaldı yəni. Və ondan sonra sanki o tarixi məlumatdansa, onun məntiq süzgəcindən keçirdiyi məlumat daha sağlam məlumat halına gəlir. Çünki onu sadəcə sorğulamadan əldə etdiyin zaman, hə bəli, 100 min nəfərlik ordu çıxıb falan yerdən yaxda. O şəhərdə bu dəqiqə arxeoloji qazıntı taparsan 100 minlik adam yaşamayıb orada. Yəni 100 minlik gərək o da 500 min əhali yaşasın ki 100 minlik ordu çıxarsın da. Bəli. Ya da ki misal üçün başqa bir tənqid ilə bağlı xəlifə ilə bağlı, saray ilə bağlı məlumatlar verir və deyir o hadisənin yaşanması mümkün deyildir deyir. Və bu hadisənin raviləri deyir, yəni öz fantaziyalarını irəli sürüblər. O dövrü geniş-geniş İbn Müqəddimə əsərində təhlil edir və əlbəttə bir məsələ var ki, biz İbn Xaldundan bizə alətlər verir. Necə ki Zəhravi tibbi alətlər verdiyi kimi, bax bunu burada istifadə etməlisən deyə, o Zəhravi bütün xəstələri ömründəki, yaşadığı dövrdəki xəstələri müalicə edə bilərdi. Xeyr yəni. O metodologiya ortaya qoydu, özü də elədi yəni. Özü tətbiq etdi, metodologiyasını da bizə verdi yəni. İbn Xaldun da götürüb öz yaşadığı dövrə qədərki bütün tarixi sintez eləməsini, analitik bir düşüncədən, tənqiddən çıxarmasını gözləyə bilmərik yəni. Ona onun vaxtı ömrü çatmaz. Gərək mümkün deyil bir insanın bütün tarixi tənqid, amma o bizə bir metodologiya verir, sorğulama metodu bizə verir, tənqid üslubu bizə verir, tarixə bəxş eləyir. Mən də bunu verdimsə, siz də tarixi məlumatları bu sintezdən keçirib əgər həqiqəti əldə etmək istəyirsinizsə, bu metoddan istifadə edə bilərsiniz. Əslində, tənqid nədir dediyimiz zaman, hansısa bir tənqid xəstəliyinə mübtəla olmuş şəxsin, səni, məni, başqasını, kimisə, belə insafsızca tənqidini tənqid deyə anlayırıqsa, tənqid bundan ibarətdirsə, bu əslində yanlış olardı, yəni, yanlış bir ifadə olardı. Amma qaldı ki, müsbət tənqidə baxdığımız zaman orada bir can damarı yaxalayırıq yeri gələndə. Misal üçün İbn Xaldun o tənqidini günümüzə gətirdiyimiz zaman, günümüzə o süzgəcdən keçirdiyi zaman nə qədər şey süzgəcdə qalacaq, nə qədəri töküləcək aşağı ilə. Əslində həqiqət süzgəcdən tökülənlərdir, məntiq süzgəcindən keçirdiklərimizdir yəni. Və ki, hər hansı xəbərləri də bu mövzu bəhsində. Məsələn, İbn Xaldun o tənqid məsələsi, sorğulama məsələsi, gündəlik məlumatlar söhbət o deyil ki, tariximizin hansısa məqamlarının kritiyindən söhbət getmir, gündəlik xəbərlərdən söhbət edə bilər yəni. Elə bir xəbər qarşımıza çıxa bilər ki, normal xəbər saytının xəbərindən də söhbət edə bilər, adi dillə şifahi eşitdiyimiz qulağa gələn xəbərlər də misal üçün də biz onu sorğuladıqdan sonra onu qəbul etməliyik. Əslində həyatımızdakı tənqidin faydası, müsbət tənqidin faydası da eyni zamanda budur yəni. Misal üçün biz çay gəlib, misal üçün bir çay içirik də. Çaydan bu arada çox gözəl də qoxusu var çayın. Bu qəribə bir qoxusu gəlsə içərik mi bunu yəni? Öz duyumuz, hissiyatımız var da. İçmərik də misal üçün, deyərək dəyişdir bunu və s. bir şeylər deyərik də. Əslində o tənqid də bunun kimi bir məsələdir. Əslində bilginin, məsələn bu çayın həqiqi çayı biz içmək istəyirik də. Ona görə sorğuluyuruq. Deyirik ki, bunda bu dadı var, bu qoxu var və s. deyə bilər. Məlumatlarda o, məsələn biz bir stəkan çayın mədəmizə getməsini sorğuluyuruq da, buna hissiyatımız, duyğu orqanlarımız
buna reaksiya verir də. Bəs digər məlumatlarda necə yəni? Elə bir məlumat mənə gəlir ki, sizə gəlir ki, mən çox pis insanam yəni. Siz sorğulamalı deyilsiniz onu yəni. Həqiqətən o adam pisdirmi, yaxşıdırmı? Əslində tənqid eyni zamanda budur yəni. Sorğulama anlayışıdır yəni tənqid. Bəs qarşımızdakının qəlbini qırmadan necə tənqid edə bilərik? Sağlam bir tənqid metodu, üslubu necə tapa bilərik? O tənqidi biz belə demək olar ki, o bayaqki şey vardı bu nəqqad kəlməsi, o şeyi sikkə, dəmir, metal pulları bir-birindən ayırd etmə məsələsi var ki, o məhək daşına vururdu. Orada şey var ki, bu öz-özlüyündən baxmır ki bunu. Bəlkə elə bir təcrübə yaxalaya bilər ki, o saxta pulla, sikkə ilə doğrusunu özü əlindən təyin edə bilər, misal üçün. Amma o məhək daşına vurur yəni. Məhək daşına vuranda o anlayır ki, sürtünmədən anlayır ki, bu nəyi yaxşı, nəyi pisdir deyə. Əslində tənqiddə də hər hansı bir dostumuzun, tanışımızın, qardaşımızın, hər yoldaşımızın, hər kiminsə əlaqədə olduğumuz insanların nələrinəsə tənqid edəsiyksə, etməliyiksə, artıq buna məcbur qalmışıqsa, onda deyilək ki, əslində o tənqid kökünün içərisindəki o nəqqad necə ki, məhək daşına vurursa, biz də o insanların şəxsini deyil, misal üçün belə bir var, sənin əlindən heç bir iş gəlməz, sən bacarmırsan da, sən həmişə beləsən də, bu cür aşağılamaya gedir yəni, aşağılayıcı ifadələr, təhqirə gedir misal üçün də. Amma biz bunu nə edə bilərik? Bizim məhək daşımız da olmalıdır. Əgər biz yaxşı ilə pisi ayırd etmək istəyiriksə, biz buna yeri gələndə hər hansı bir mənfi cəhətini doğrusunu göstərərək, bax doğru belə bir şeydir, məhək daşına vura bilərik. Məhək daşı nə ola bilər misal üçün yeri gələndə? Mənəviyyatımızın qaynaqları ola bilər misal üçün. Deyək ki, bax bu haqda misal üçün Peyğəmbərimizin belə bir sözü var, belə bir feili var. Hətta belə bir misal var ki, Həzrət Həsən və Hüseyn var, Peyğəmbərimizin nəvələri, Həzrət Fatimə ilə Həzrət Əlinin övladları deyək, onların tənqid anlayışı var. Misal üçün, o yeri gələndə bir ağsaqqalın, özlərindən çox yaşlı, təcrübəli, yaşlı, böyük insanın dəstəmaz aldığını görürlər. Deyirlər ki, biz desək, biz uşağıq da, yaşımız nə, onu biz necə deyə bilsən səhv alırsan və həqiqdən səhv alırlar yəni. Və yaxınlaşırlar və deyirlər ki, ey ağsaqqal, ey baba, ey dədə, ey hörmətli filan kəs, sən böyüksən də, bizdən böyüksən, biz burada dəstəmaz alaq, sən bizə bax, biz yanlış etsək deyərsən deyə. Belə bir metod, halbuki yanlışı o ağsaqqal özü eləyir yəni. Və başlayırlar bunlar dəstəmaz alırlar. Və ağsaqqal orada deyirlər ki, əslində yanlışı mən edirəm deyir yəni. Doğrunu görür orada, doğrunu görür, yanlışı mən edirəm deyir. Əslində tənqiddə qeyd demirlər ki, öz yaşlarına görə və ki, əks reaksiya ehtimalını nəzərə alaraq belə bir yaxınlaşma tərzi irəli sürürlər. Həzrət Həsən və Hüseynin belə bir, onlardan gələn belə bir rəvayət var misal üçün. Onun kimi biz də hər hansı bir yanlışı gördüyümüz zaman o yanlış edən insana deyil, yanlış fikri tənqid etməliyik, yanlış düşüncəni tənqid etməliyik. Əslində o yanlış düşüncə onun malı deyil də yeri gələndə. Əslində biz şəxsiyyətini tənqid etdiyi zaman o şəxsiyyət onun kimliyidir, varlığıdır yəni. Biz onu tənqid edə bilmərik. Və ya da ki, belə bir misal verirlər ki, bir insanı döyürlər, söyürlər misal üçün. Oradan bir ağsaqqal alim keçir. Deyirlər ki, siz niyə bunu döyürsünüz, söyürsünüz belə? Əslində olmamalıdır yeri gələndə həm də. Deyirlər ki, bu adam nə bilim çox oğurluq eləyib, nə bilim çox belə haqsızlıq eləyib, insanlara haqsızca rəftar eləyib, kiminsə malını oğurlayıb misal üçün belə deyirlər. Və o zaman adama deyirlər ki, siz deyirlər Həcərül Əsvəd var, o Kəbənin küncündəki bir daş var ki, o daşın deyir palçığa düşdüyünü görsəz nə eləyərdiniz deyir yəni. Bax da palçığa batırardınız, onu vurardınız, döyərdiniz, yoxsa onu təmizləyib yerinə qoyardınız deyirlər. Yoxdur, biz o hörmətli bir daşdır bizim üçündür, bizim deyir Kəbənin önündə belə bir daş var, o bizim hörmətlidir. O palçıqdan həmən təmizləyib qoyardıq, onu daha da batırmazdıq deyir. Əslində deyir Allah qatındakı bir insanın dəyəri o Həcərül Əsvəddən daha dəyərlidir. Əslində daha dəyərli olanı nə üçün daha da aşağılara, zaten bir palçığa düşüb də onu çıxarmanız gərekir. O da onu döyməklə, söyməklə baş verən bir proses deyil yəni. Bununla bağlı tənqiddə də əslində daha sanki belə müalicəvi bir metodla yaxınlaşması gərəkir. Tənqid ediləcəksə, o adamın pis əməlləri, şəxsiyyətinə toxunmadan, qəlbini qırmadan tənqid edilməsi gərəkən məsələdir. Və bir də
əgər tənqidə məruz, tənqidi haqq eləyirsə insan ki, bu arada bunu da demək lazımdır ki, elə özümüzün də tənqidə açıq olması gərəkən məsələdir. Mən elə hər zaman tənqid eləyim. Günün birində ola bilər ki, elə məhz tənqid olunacaq insan elə mən özüm mənmişim məyərsə. Mən özümü görmürəm. Arada aynaya da baxmaq ehtiyacımız ortaya çıxır. Məsələn, o baxımdan da tənqiddə yəni qarşı tərəfi təhqir etmədən, qarşı tərəfin fikirlərinin tənqid edilməsi gərəkən məsələdir yəni. Nazım müəllim, bayaq maraqlı bir yer toxundunuz. Yəni insanlar hər zaman tənqid eləyirlər, amma özlərinə qarşı tənqid eləyirlər, bunu artıq təhqir kimi qəbul edirlər. Halbuki siz özünüz də dediniz ki, yəni tənqid qəbul etməyi bacarmalıyıq. İmam Qazarin də baxdığı fikir var ki, ariflik tənqidi qəbul etməklə başlayır. Bəs yəni tənqidi qəbul etmək üçün özümüzdə nələrə diqqət etməliyik? Nəsə kimi bir üsullardan istifadə etməliyik ki, bizə qarşı tənqid ediləndə onu təhqir kimi qəbul etməyək. Bu hər zaman bizə qarşı olunan tənqidləri qəbul etməmiz üçün, yəni buna hazır olmağımız üçün elə əvvəla belə bir şey ola bilər ki, özümüzü kamil, mükəmməl əgər görürüksə, yəni məndən başqası yoxdur. Mən bu işi ən yaxşı görürəm. Hər zaman bu tempdə gedirsənsə, bu düşüncəni özünə qəbul etmişiksə, sən hər hansı dostdan gələn də, düşməndən gələn də tənqidi heç vaxt qəbul etməyəcəksən yəni. Ən mülayim, ən belə can alıcı, sənə belə can damarına toxunan, faydalı tənqidlər belə sənin üçün acımasız, çox acı gələcək yəni. Çünki sən ona hazır deyilsən, çünki sən nəfsini çox başqa məqamlara qoymusan. Egomuzu yenməliyik. Egomuzu yenməliyik, öz nəfsimizə qarşı mübarizədə qalib çıxmalıyıq. Ya da ki, hər zaman o mübarizəni davam etdirməliyik ki, günün birində kimsə qarşımıza çıxıb tənqid edəndə haqlı ya da haqsız yeri gələndə. Yəni bizə qarşı tənqidlər o demək deyil ki, hər zaman bizə faydalı tənqidlər gəlməsini gözləyə bilərik, gözləməliyik də bunu əvvəla. Amma o demək deyil ki, bizə hər zaman çox faydalı tənqidlər gələcək. Bəlkə də çox faydasızmı, yersizmi, təhqirə gəlib çıxan, qeybətə gəlib çıxan, insafsızca tənqidlərlə də üzləşə bilərik yeri gələndə. Əslində hər iki tənqidə də qarşı özümüzü qorumamız gərəkir, özümüzə buna hazır olmağımız gərəkir. Bunun da bəri başdan səbəbi odur ki, yəni buna sən hazır olmalısan və özünü mükəmməl bilməməlisən. Yəni bu mükəmməl bilməmək, yəni həqiqətən də o sahədə, o işdə özünü doğrultmusan da, gördüyün sahədə, işdə hər hansı sahə olsun da, o sahədəki 5 nəfərdən biri sənsən yəni, ölkədə, nə bilim, dünyada, universitetdə, misal üçün də, ya da ki, sən əlindəki sertifikatların mı, nailiyyətlərin mi o qədərdir ki, artıq sən onlara güvənməyə başlayırsan yəni. Arxam dolu sertifikatdır, misal üçün yəni. Digərlərini özümüzü üstün görməyə başlayırsan. Digərlərini üstün görməyə başlayırsan, misal üçün də və tənqid qapılarını bağlayırsan yəni. Baxsan ki, ən haqlı tənqid döyüntülərini bilirsən eşitmirsən, eşitməz olursan yeri gələndə. Ya da ki, çox dözümsüz olursun o tənqidlərə qarşı. Niyə axı yəni? Yəni, yeri gələndə bir məsələ var ki, sənə tənqidlə gələn, yəni belə deyəndə səni yaralamağa gələn, səndə həyat bulsun. Səndə həyatı tapsın. Belə bir məqam da var yəni. Adam deyə bilər ki, mən adamı tənqid etdim, günün birində kimsə bunu deyə bilər də, adamı haqsızca tənqid etdim, amma o gün ağzımın payında aldım. Misal üçün deyək də, adam haqsızca yaxınlaşdım səndən, sən də mənə cavabın payını verdin misal üçün də. Adam da deyə bilər ki, mən günün birində onu haqsızca tənqid etmişdim, amma ondan həyat dərsləri də aldım, ondan insanlıq dərsləri də aldım. Yəni bunu biz dedirtə biləsinikmi kimlərəsə? Əslində təhqir varsa, ona ən nəfsə xoş gəlir ki, ona anında eyni formada biz cavab verib o adama. O zaman arada nə fərq olacaq yəni? O baxımdan əslində hər hansı bir tənqiddə mənfisi var, müsbəti var yeri gələndə, amma hər ikisinin də sənə, mənə, kimlərəsə gəlmə, yönəlmə, ittiham olunma məqamları ortaya çıxa bilər. Hər bir halda əgər mənfi tənqid gəlirsə, təbii ki, müsbət tənqid, hər bir tənqiddə də sən özün və mən özüm ona hazır olmalıyam o tənqidə ki, o da əslində özümü bəri başdan kodlaşdırma deyək də, belə özümün fikrində, beynində, fikir, düşüncə dünyamda tam mən hansısa bu işi görürəm, amma mən çox nöqsan insanam.
insan olduğuma görə nöqsanam. Əgər biz insanıqsa, nöqsanlığımız bizə yaraşan məsələdir yəni. Yəni biz nə qədər kamil olsan belə bir o qədər də nöqsanlarımız var. Hə. Sən bəri başdan biz bunu qəbul ediriksə, o bizə deyilən nöqsanlar da bizə sanki belə həyat bir camda belə susuzluğa yanmış insanına təqdim olunan su kimi gələcək insana ki, çox sağ ol, təşəkkür edirəm. Sanki eyni zamanda bir məsələ var ki, hətta hədis ravilərdə belə bir şey var ki, belə bir kəlam-ı kibar deyə bilərik. İnsan insanın güzgüsüdür. Və müsəlmanın güzgüsüdür deyilir buna. Yəni o sənə aynadarlıq edir də, sənə səndəki bir xətanı göstərir. Hətta biz buna belə demək olar ki, hər hansı boynunda kiminsə əqrəb var, o əqrəbi sənə göstərir də, ya da ki o əqrəbi çox sərt bir şəkildə səndən qovur. Bu arada səndən böyük bir xətanı dəf elədi, o əqrəbi düşürdü. Bilmir də zərərli deyil misal üçün də. Amma sən də qorxmaq çox qorxdun. Sənin qorxuna baxmayaraq ondan daha böyük bir xətanı da dəf etmiş oldu yəni. O sənə sancısaydı, sənin qorxundan daha böyük fəlakətlərlə qarşılaşa bilərdin yeri gəlir. Əslində tənqid olunuruqsa, tənqid ediliriksə, o tənqidi bizim üzərimizdəki hər hansı bir əqrəbi düşürməyə, qovmağa çalışan insan kimi görməliyik. Tənqid edən şəxsi. Bəs bizə qarşı edilən hər tənqidə qulaq asmalıyıq, ona diqqət etməliyik, yoxsa sadəcə müsbət olanları seçib onlara fikir verməliyik? Bu müsbət olanlara da fikir verməliyik. Əslində müsbət olanlar belə deyək ki, haqpərəst insanlardır. Və haqpərəst insanların tənqidləri əslində insan təbii ki, daha xoş gəlir yəni. O səni tanıyır, məni tanıyır, bizi bilir, sənin işini bilir, mahiyyətini anlayır və ona görə sənin yaxşılığın üçün tənqid edir də. Buna qarşı cavab vermək nisbətən asan başa gələ bilər yəni. Amma hansı ki, o niyyətində pislik olan insanlar var ki, ya da ki, eyni zamanda bir məsələ var ki, o mənfi tənqidin çalarlarında şey də var yəni, qəbul etməmə var, qısqanma da var eyni zamanda. Yəni, eyni işi görürsən yeri gələndə, amma sən ondan daha üstün o işi görürsən yəni. O zaman o səni daha çox tənqid edəcək yəni. Və bu haqpərəst bir tənqid deyil yəni yeri gələndə. Və bu sanki özündə olmadığı şeyi səndə gördüyünə görə o tənqid yoluna baş vurub yəni. Artıq o adamı da yeri gələndə, hətta döyüş sənətində bəzi məsələlər var ki, qarşı tərəfin gücündən istifadə edərək, sən onun gücü istifadə eləmirsən, qarşı tərəfin gücündən istifadə edərək sadəcə onu zərərsizləşdirmiş olursan yəni. Əslində, düzdür, sənə zərərlə gəlirsə, sən də ona zərər vurmalısan yeri gələndə. Amma döyüş metodlarından var ki, bəli, elə döyüş metodları var ki, o zərər sən də zərər vursan ki, onu dəf edə bilmək üçün bu metodlar var. Amma elə bir döyüş metodları var ki, bizə misallar kimi görsənə bilər. Onun gücündən ona qarşı istifadə edib onu zərərsizləşdirsən. Nazım müəllim, bayaq qeyd etdiniz ki, tənqid insanın və cəmiyyətin inkişafı üçün önəmlidir. Mən burada İmam Kantdan bir fikir demək istəyirəm. O deyir ki, tənqid ağlın öz-özünü anlamasıdır. Və hətta hesab edir ki, fəlsəfənin təməli tənqidlədir. Mən burada belə sual vermək istəyirəm ki, tənqid insanı həqiqətən də kamilliyə apara bilərmi? Yəni, ağlın inkişafı üçün tənqid mütləqdir. Bu, insanı tənqid kamilliyə apara bilərmi? Əslində, tənqid də insanı kamilliyə aparır, amma kamilliyə gedən yol sadəcə tənqiddən keçmir də. Misal üçün, bu nə mənada? Yəni, belə desək ki, bir insana mütləq o tənqid olmalıdır, o kamilliyə getsin. Ya da ki, mən kimisə tənqid etməliyəm, tənqidçi olmalıyam ki, mən kamilliyə gedeyim. Yəni, belə bir şey deyil yəni, əslində, kamillik zirvəsinə gedən yol. Bəlkə buradan da keçə bilər, amma bundan ibarət deyil. Misal üçün, biz belə misal verək də, deyək ki, artıq həyatını itirmiş bir insana nə qədər şok dalğası versən, o dirilməyəcək yəni. Çünki o bioloji olaraq həyatını bitirib, belə deyək də. O nə qədər hansı şok dalğasını versən, hansı həkimlər yanına gətirsən, onu diriltmək mümkün deyil. Yəni, əslində, tənqid və kamillik məsələsində əgər insan mənən ölmüşsə mi deyək, ya da ki, o tənqidə qapıları bağlamışsa, bu mümkün deyil. Onun tənqidlə dirilməsi, onun kamilliyə doğru irəliləməyə davam etməsi mümkün deyil yəni. O baxımdan əslində tənqidlə bağlı kamilliyə apara bilər, amma sadəcə tənqid kamilliyə gedən yeganə yol deyil yəni. Biz bunu deyə bilərik. Bir də bir məsələ var ki, tənqid və kamillik ikisi bərabər biz bunları götürsək, yəni əgər tənqid dediyimiz bu məsələ
sadəcə bir vasitə, vəsilədirmi, yoxsa hədəf və qayədir, nəticədir, əsas məqsəddirmi? Yəni kimsə məsəl üçün İmmanuel Kantdakı fəlsəfi tənqidi onun qayəsidirmi, yoxsa həqiqəti əldə etməyə çalışmasıdırmı? Sanki o bir vasitə kimi istifadə edir. O həqiqəti əldə etməyə çalışır yəni. Mən tənqid etdimsə, mən hədəfimə çatdım deyil yəni. Hədəfə çatmaq üçün tənqid edir yəni. Nəticəyə çatmaq üçün tənqid edir. Bu baxımdan əslində hədəfə çatmaqda bir vasitə olur yəni. Əgər biz tənqidə vasitə rolunu versək, vəsilə rolunu versək ki, qayə, nəticə rolunu verə bilmiriksə, o zaman başqa səbəblərdən biri də tənqiddir mənasına gəlir. Yəni ki, başqa vəsilələr var ki, onlardan birisi də tənqiddir ki, o da bizi nəticəyə, hədəfə, qayəyə, məqsədə çatdıra bilər. Belə misal üçün buna belə bir misal vermək istəyirəm. Deyək ki, bu tənqidlə bağlı bu məhəlli bir misaldır. Sosial həyatın içərisindən bir misal vermək istəyirəm. Deyək ki, bu yaxınlarda bir küçədə su axırdı, təmiz su deyəm. Hiss olunur ki, təmiz sudur və o su, yəni içməli su hansısa bir borudan çıxıb partlayıb da belə su axır oradan. Bir həftəyə yaxın vaxt keçdi. Gördünmü? Şey deyil yəni. Məsafə çox uzaqdır, bizdən çox uzaqdır və axır yəni. İndi bura bir tənqidi qoysa, burada bir su axırdı orada. Hədəf nə olmalıdır burada? Təmin etməkdə borunlar. Onun təmiri, o suyun kəsilməsi də. Yəni o su işinə baxırlar, hər saat oradan keçə bilmir. Sən oradan keçsən, mən oradan keçirəm də. Bunun tənqidi nə ola bilər? Günümüzdəki misalı çəkirsən, sosial mediaya qoyursan, başlayırsan tənqid eləməyə, misal üçün deyək da. Bəlkə yazıqların xəbəri yoxdur, buradan su axır da. Əgər bilsinlər gəlib təmir edəcəklər, misal üçün də. Bu bir metoddurmu? Metoddur. Səni bu hədəfə çatdıran, nəticəyə, məqsədə çatdıra bilirmi? Müəyyən mənada bilir ya. Amma mən belə bir başımdan keçmiş bir hadisə fikirləşmək olar. Bu niyə axırda? Misal üçün, qabağımda obyektlər var, bir çox tikinti zad gedir və mənə əziyyət verir o yəni. Şəxsən mənə də əziyyət verir. O sudan keçəndə palçıq olur hər tərəf yəni. Su çox axır yəni oradan da. Sonra baxdım ki, şeydə su idarəsinin WhatsApp nömrəsi var. WhatsApp nömrəsinə yazdım ki, filan yerdə su axır və xahiş edirəm mən. Xahiş edirəm, gəlib buna baxasınız deyə. Aradan 1 saat keçdi və orada bir həftədə su axırdı. Aradan 1 saat keçdi, gördüm ki, su idarəsinin işçiləri, su idarəsinin maşını orada necə iş görür orada. Sonra belə salam verib keçdim yəni. İçindən də bir gülümsəmə keçdi ki, belə gərək bir həftə əvvəldən deyərdim də bunlara deyərdim ki, yazardım. Və kim olduğunu bilmədilər. Onlara o yeri göstərənin kim olduğunu, mən hədəfə çatdımmı, misal üçün də lokal çərçivədə deyək ki, çatdım ya, mənim üçün hədəf önəmli idi. Hədəfə çatmaqda tənqidin rolu varmı? Hədəfə çatmaqda tənqid məni çatdırası isə qısa yolla, bəlkə o tənqid oluna bilərdi yəni. Amma bu yolu mən misal üçün dənədim, bu yolla da misal üçün hədəfə çata bildim yəni. Yeri gəlir, misal kimi verir. Əslində o baxımdan da yəni hədəfə gedən yolda yeganə üsul tənqid olmamalıdır və o deyil yəni. Çünki biz başqa səbəblər də ola bilər. Çünki biz sadəcə tənqidi hədəfə çatmaq üçün bir qayə hesab etsək, başqa yol bilməsək, əslində buna belə bir misal da verirlər ki, bankanın içərisində bir çibin olur, bir arı olur. Əslində arı çox işləyən, işgüzar bir varlıq deyək də, belə yəni bal istehsal eləyir. Düzdür, hər bir canlının öz funksiyası var həyatda, o başqa məsələ. Amma arının insanlar üçün daha başqa bir yeri var ki, o bal istehsal edir. Onu biz heç kəs çibin saxlamır yəni. Amma arı saxlayırıq, yəni arıçılarımız var misal üçün yəni. Amma arını bankaya qoyursan, arxada bir çıxış yeri var da, qapağını bağlamırsan, arıda bir xüsusiyyət var ki, o eyni yerə döyür yəni, döyəcləyir yəni. Və bəlkə öz şeylə aləmini görür də, çıxış görür, amma başqa şans yerini istifadə eləmir yəni. Əgər arıda belə bir misal olduğunu söyləyirəm. Amma çibin nə eləyir? Bir bura vurur, hər tərəfə vurur, axırda çıxır yəni. Bəlkə çibinin bankadan çıxması 5 saniyə çəkir, arı yorulana qədər eyni yeri vurur yəni. Əslində nədir? Əslində hədəfə çatmaq üçün bəlkə tənqid bir yol deyək, təbii tənqid bir yol. Onunla çatırsansa, çata bilərsən. Amma burada hər nə qədər arı işgüzar bir varlıq olaraq biz arını adlandırsaq da, əslində arı belə o metodu seçirsə, onun işgüzarlığı başqa məsələ. Onun sevq təbii ilə, sevq ilahi ilə güllərə qonması, bal əldə etməsi misal üçün də həm özünə, həm insanlara faydalılıq əmsalı daha çoxdur. Buna baxmayaraq,
arının işgüzarlığına baxmayaraq o banka deliyindən çıxa bilmirsə, məsəl üçün, sanki biz bunu nəyə bənzədə bilərik ki, o tənqid məsələsi. İnsan tənqid xəstəliyinə tutulanda o arı kimi eyni yerə döyəcləyə qalır yəni. Baxsan o tənqiddən bir fayda yoxdursa, sən hədəfə getmək üçün başqa yollar dənəyə bilərsən də bununla bağlı. Əslində o baxımdan o arının düşdüyü xətaya düşməməliyik ki, o baxımdan deyirəm. Əslində çivin çox işgüzar sayılmır. Yeri gələndə arı öldürən heç nə yoxdur. Çivin öldürənimiz var sadəcə. O bizə maneə törədir. Evdə bir dənə çivin vızıldayır. Hansısa bir xüsusi bir cəhd göstəririk, onu çıxarırıq. Bəlkə də öldürürük yəni çivini. Amma həmin o çivin yeri gələndə o çox tez çıxa bilir yəni o şeydən yəni. O baxımdan ki, o hədəfə gedən yolda əslində o çivin kimi olmalıyıq. Bəlkə belə bir biometrika elmindən misal götürsək, belə təbiətdən bir şey özümüzə kopyalasaq, belə bir misalda ola bilər ki, əslində tənqidi qayə bilsək, tənqidi hədəf yerinə məqsəd kimi qoşsaq, arı kimi çalışqan olsaq da, arı kimi işgüzar məhsuldar olsaq belə, arının ilişdiyi məqamda bizim də ilişmə ehtimalımız var. Bu da əslində tənqidlə bağlı faydaları var, amma tənqidə ilişib qala biləcəyimiz məqamlar da var ki, onlarda diqqətli olmamız gərəkir o məqamlarda. Anladım. Əlinizi qaldırdınız elə. Tamam. Davam edəkdən də. Nazim müəllim, tənqid haqqında çox gözəl yerə toxundunuz və son bir sual daha vermək istəyirəm sizə. Məncə ən mühüm sualdır bu. Birisi nə idi? Nazim müəllim, tənqid haqqında çox gözəl şeylər danışdınız və gözəl məqamlara toxundunuz və son bir sual daha vermək istəyirəm sizə. Və məncə mövzumuzun ən mühüm sualıdır bu. Birisindən özümüzə qarşı tənqid eşitdiyimizdə bu necə reaksiya göstərməliyik, nə cavab verməliyik? Birisindən, yəni bir insandan, bir şəxsdən, bu dostdan, tanışdan, tanıdığımızdan, tanımadığımızdan, çünki tanınıb tanınmamağı ona görə deyirəm ki, səni tanıyanın tənqidi var, üzdə edir, tanımayan insanların da tənqidi ola bilər. Bu internet çağında, sosial media çox belə aktiv olduğu bir məqamda heç tanımadığı insanlardan da sənə tənqid gələ bilər. Bu da mümkündür, belə götürsək. Əslində burada bizim reaksiyamız nə olmalıdır? Bəlkə tanıdığımız insandır, onunla bəlkə 10 il, 15 il bərabər olmuşsan, amma elə bir gözləmədiyin sənə reaksiya verir ki, və mənfi tənqidlə məşğuldur. Nə olsun ki, sən onu tanıyırsan insanında, amma onu etdiyi tənqid deyil yəni. Həqiqət əslində tənqid olması üçün haqpərəstliyin olması lazım içərisində, insanpərvərliyin olması lazım içərisində, nəfsaniyyətin qarışmaması gərəkir, öz nəfsaniyyətin qarışmaması gərəkir. Yəni başqasını qəbul etməmədən irəli gəlməməsi gərəkir. Ondan sonra içərisində təhqirin, qeybətin olmaması gərəkir. Və bu haqpərəstlik çərçivəsində tənqid olunursa və bu tanımadığı insandan da gəlirsə, xoş gəlir deyə bilərik. Xoş gəlir, səfa gətirir deyə bilərik. Və buna da ki, gözümüz başımın üstündə yeri var o tənqidin. Necə ki, daha əvvəl dediyimiz o həkimin əlindəki nəşlərin altına necə ki, insanlar yatırsa ki, Allah gecindən versin, misal üçün. Amma çıxılmaz vəziyyətdə qalanda o həkimə sağ ol deyirsən, təşəkkür edirsən, misal üçün də onun biliyinə, elminə, təcrübəsinə və özünü ona təslim edirsən. Yəni. Məni sağalt, yaxınlarımı sağalt, misal üçün də. Tənqid əslində o həkimin nəşrə bıçağı və həkimin müalicə metodları kimi tənqidlər sənə gəlirsə, ya da ki, yeri gələndə biz o həkimi tanıya bilərik yəni. Və o həkimi axtarıb tapırıq da. O bizi tənqid eləsin, o bizi müalicə eləsin deyə. Əslində o bizim üçün həyat mənbəyi olan o tənqid də uzaqdan gəlsə, yaxından gəlsə, onu bizim almağımız bizim üçün bir vacib məsələ halına gəlir yəni. O bizi bizə göstərir, bizi bizə anladır yeri gələndə. Və eyni zamanda əslində bizim tənqidə açıq olmalıyıq, bəli, açıq olub tənqid qapılarını bağladığın zaman və tənqidin nə olduğunu unutduğun zaman sən də həyata sorğulamaya bilərsən və başqa həyata sorğulayanların da bu sorğulama düşüncələrinə də qapırsan yəni özünü. Və sən özün də o sorğulamanın kənarında özünü təcrid etmiş olsun həmin düşüncələrdən. O baxımda hər zaman tənqidə açıq olmamız gerəkən ki, bir abəndə olaraq bunu biz saysaq, eyni zamanda bunların da qəbul etməmiz lazım və niyə görə mən tənqid olunuram? Hətta yeri gələndə haqsız yerə tənqid olunsaq belə, yeri gələndə biz düşünə bilərik ki,
bu məni haqsız tənqid edir. Bəlkə haqlı yanları, haqlı tənqid olunacağı məqamlar var ki, bəlkə mən onlara baxmalıyam yeri gələndə. Haqsız tənqid edirəm misal üçün deyək də. Amma insan mükəmməl deyil axı yəni. İnsan varsa nöqsan da vardır, nisyan da vardır, unutqanlıq da vardır yəni. O baxımdan əslində mən mükəmməl deyiləm, bəlkə belə bir də çıxara bilər ki, hə, buradan tənqid edirəm, o onun öz səviyyəsi, öz dərəcəsi. O özünü bir üzrə verir, haqsız tənqidi ilə, insafsız tənqidi ilə. Mən bəri tərəfdə də baxa bilərəm ki, hə, əslində mənim haqlı tənqid olunan cəhətlərim var ki, əslində onlar mənə xatırlanmalıdır, mən onları xatırlamalıyam bu haqsız tənqidlər qarşısında. Digər tənqidlərlə bağlı da bir də şey var, belə bir misal verirlər ki, tənqid haqsız belə olsa, o tənqidə layiq adam olmasa belə, yeri gəldikdə ona belə asta və yumşaq cavabın verilməsi gərəkir. Belə bir misal verirlər ki, bu tənqidlə bağlı, deyəsən Memar Sinanla bağlı, Memar Sinan Osmanlıda memar başı olur bildiyimiz kimi. Bu hansısa böyük bir məscidlərin birisinin minarəsini tikir, hər şey açılış olur, o tikdiyi o sənət əsəri deyək də, bu məscid istifadəyə veriləndə bəlkə də memar başı səviyyəsində, usta səviyyəsində, orada çalışan daşçının fəhlə səviyyəsində belə anlayışı olmayan bir adam minarə əyridir, hekayəyə görə minarəni əyri tikmisən deyir yəni. O yüzden memar başı bugün belə 600, 500, 600 ildir hələ də ayaq üstə dayanan əsərlərlə bağlı ilk dövrdə deyir, bu minarə əyridir deyir yəni, misal üçün. Adam da ona cavab olaraq, o demir sən kimsən, bunu uzaqlaşdırmır. Adam memar, koskoca böyük bir ölkənin, imparatorluğun memar başçıdır, baş memarıdır belə gətirir. O adam çox uzaqlaşdıra bilər də. Amma deyirlər ki, əslində o deyir ki, hər hansı bir ip gətirir, dartın deyir yəni. Dartın adamı razı salana qədər o şey olaraq süni bir şəkildə o sanki minarəni düzəldirlər yəni. O formada düzələ bilməzlər əslində belə. Bu zaten minarə düzdür yeri gələndə. Və adam hə indi düzdür yəni. Adam uzaqlaşıb gedir də. Adam onu razı salmaqdan ötürü belə elə bir səhnə hazırlamış olur. Bəlkə o səhnə hazırlamasaydı, indiyə qədər yeri gəlsə səslənsidir ki, Memar Sinanın filan məscidinin filan minarəsi əyridir yəni. İlk dövrdə o elə bir səslənmə olub da, o səsi orada yerində üslubunca görə o kəsə bilib yəni o səsi. Onu qovaraq yox yəni. Onu döyərək yox, misal üçün də. Amma onu razı salaraq. Əslində tənqiddə bəlkə o tənqid edən şəxs öz o tənqidə layiq deyil, o adamı tənqid etməyə də layiq deyil yəni. Belə hallar da baş verə bilər də. O zaman da o adamın dilinə, üslubuna görə də o adama da cavab verilməsi gərəkir. Yəni o adamı üzərək, o adamı təhqir edərək deyil, bu dəfə təhqir qarşı tərəfdən də gəlməməlidir. Yəni ona uyğun bir tərzdə ona da cavab verilə bilər. Ki o da əslində o məmnun olsun və çəkilsin, getsin, belə götürsək. Nazim bəy, çox təşəkkür edirik. Vaxtınızı bizim üçün ayırdınız. Şəxsən mənim üçün çox faydalı bir vaxt keçirmək oldu. Ümid edirəm ki, izləyicilərimiz üçün də maraqlı olacaq. Və sonda bizə bu şəraiti yaratdığı üçün Milli Book Cafeyə dərin təşəkkürümüzü bildiririk. Və sonsuz sizə buyurun. Sizə təşəkkür edirəm. Həm sizə təşəkkür edirəm ki, bu dəvət üçün də, bu mövzunun aktuallığını xatırlatdığımız üçün də ki, belə bir mövzu var. Bu mövzu ilə bağlı həm söhbət olaq. Bizə həm söhbət olduq, həm söhbət olmağa çalışdıq. Və eyni zamanda bu məkanı da bizə ayıran Milli Book Cafeyə də təşəkkürümü bildirirəm ki, belə bir məkan var. Həm burada çay var, həm kitab var, həm bilgi var. Əslində biz də eyni zamanda da bu həqiqəti əldə etmək üçün ünsürlərdən biri olan tənqiddən danışdıq. Əslində bu əsərlər də əslində yeri gələndə hər bir əsər də bir tənqid süzgəcindən keçmiş və ərsəyə gəlmiş. Bu müəlliflərin tənqididir. Hər hansı bir şey tənqid edərək bu əsərlər yazmışlardır. Və eyni zamanda da bu kitabların redaksiyası, korreksiyası, hər bir şey də əslində bu kitabların ruhunda bir tənqidin olduğunu anlaya bilərək bu baxımdan da həyatın içərisindəki bir mövzu ilə bağlı bir mövzunu anlatmış olduq. Və çay süfrəsindən də etmiş olduq ki, bu məkana ayıranlara da çox mən də təşəkkür edirəm.